Aziz dostlar, 26 ildir ki Əbülfəz Elçi bəy ölümsüzlüğe qovuşur. Onu cismani olarak itirməyimizdən 26 il keçir. 26 il Azərbaycan üçün çox mürəkkəb, gərgin bir dönem olubdur. 26 ildə sevindiğimiz hadiseler olur, kederlendiğimiz hadiseler olur, gazaplendiğimiz hadiseler olur. Ama her zaman Əbülfəz Elçi bəyi biz hiss eləmişik ki, o bizimlədir, o xalqımızla bir yerdə. Əjdər bəy, buyurun. Əbülfəz bəy genç yaşlarından özünü xalqa xidmətə həsr edibdi. Bütün həyatını xalqımıza, millətimizə xidmətdə keçiribdi. Millətdən ötürü, xalqdan ötürü, insanımızdan ötürü Əbülfəz Elçi bəy bütün fədakarlıqları eləyibdi. Və o, Azərbaycanın müstəqilliyin bərpasının lideridir. Əbülfəz Elçi bəy Milli Azadlıq Hərəkatının lideridir. Nə olur olsun, nə deyirlər desinlər, tarixi nə cür saxtalaşdırmaq istəyirlər, saxtalaşdırsınlar, bu mümkün olan bir şey deyil. Tarix çox dəqiq bir elmdə əslində qalsa və tarixə qızıl hərflərlə həkk olunub ki, müasir demokratik Azərbaycan dövlətini, cumhuriyyətini Məhəmməd Əmin Rəssadə qurubdur, öz silahdaşlarıyla bir yerdə və heç nə bu gerçəyi dəyişə bilməz və bu cumhuriyyəti Əbülfəz Elçi bəy bərpa edibdir, yenə də öz silahdaşlarıyla bir yerdə və bunu da heç kim dəyişə bilməz, silə bilməz. Bu tariximizə qızıl xətlərlə yazılmış bir gerçəklikdir. Əbülfəz Elçi bəy Azərbaycan naminə hər cür fədakarlıqlar göstəribdir. Həbslərdən keçibdir, sürgündən keçibdir, çətinliklərdən keçibdir. Xalq naminə, xalqının rifahı naminə, xalqının salamatlığı naminə çox qurbanları gedib Əbülfəz Elçi bəy. Və eyni zamanda Əbülfəz Elçi bəy xalqa elə bir siyasi miras qoyub gedib ki, hələ biz o yolla çox getməliyik. Hələ o mirası gerçəkləşdirmək, o hədəfləri gerçəkləşdirmək üçün xalqımız çox işlər görməlidir. Əbülfəz Elçi bəyin hədəfi istiqlal idi, ona özü rəhbərlik etdi, onun bərpa olunmasına, əldə olunmasına. Əbülfəz Elçi bəyin hədəfi bütöv Azərbaycan idi və bütöv Azərbaycan hazırda demək olar ki, xalqını bilən, sevən hər bir Azərbaycanlının istər güneydə, istər quzeydə həyat hədəfinə çevrilibdir. Və bu hədəfi Əbülfəz Elçi bəy müəyyənləşdirib müasir dövrdə. Əbülfəz Elçi bəy Türk dünyasının birliyini hədəf kimi göstəribdir və indi özünü Türk kimi dərk edən hər bir insan Azərbaycanda, Türkiyədə, digər Türk cumhuriyyətlərində və digər Türk toplumlarında yaşayan hər bir özünü Türk hesab edən insan o hədəfi öz hədəfi hesab edir. Türk birliyinə nail olmağı öz vəzifəsi hesab edir. Və bütün bu istiqamətlərdə də çox ciddi uğurlar əldə olunubdur. İstiqlalımız möhkəmlənib, istiqlalımıza təhlükələr qalsa da biz artıq əminik ki, heç bir qüvvə bu istiqlalı xalqımızın əlindən ala bilməz. Çünki bəli, bunu böyük liderlərimiz Rəsulzadə və Elçi bəy gerçəkləşdirir. Amma bu bütövlükdə xalqımızın, millətimizin seçimidir. Azadlıq, müstəqillik, istiqlal bu millətin seçimidir. Hər fürsətdə xalqımız bu dəyərlər uğrunda fədakarlığa hazır olduğunu dəfələrlə nümayiş etdiribdir. Ona görə də bu hədəflər uğrunda yolda davam eləyəcək. İstiqlalımızı möhkəmlətmişik, ərazi bütövlüyümüzü bərpa etmişik. Bütöv Azərbaycan istiqamətində addımlar atılır və tarixin özü, zamanın özü
bu dəyişikliklərin qaçılmaz olduğunu göstərir. Güneydə də çox ciddi dəyişikliklərin labüd olduğunu göstərir. Elçi bəyin göstərdiyi hədəfə az bir zaman qaldığı görünür. Eyni zamanda Türk Birliği istiqamətində də uzun 10 illər Elçi bəyin qaldırdığı, irəli sürdüyü hədəflər istiqamətində addımlar atılır. Bugün təkcə xalqlar, toplumlar deyil, Türk dövlətlərinə rəhbərlik edən şəxslər də bu birliyi qəbul etməyə, bu birliyi istiqamətində gerçək addımlar atmaq məcburiyyətindədirlər və bu addımlar da atılır. Elçi bəyin ən böyük hədəfi xalqımızın, millətimizin xoşbəxtliyidir. İnsanımızın azad, firavan, ləyaqətli həyat əldə edə bilməsidir. Bu hədəfə doğru görəsi işlərimiz daha çoxdur. Çünki istər Azərbaycanda, istər bir sıra digər Türk Cumhuriyyətlərində bu istiqamətdə ciddi problemlər var, ciddi maneələr var. Bu maneələr daxildə də olur, xaricdən də qaynaqlanır. Var bu problemlər. Ancaq biz əminik ki, bu problemləri də aşmağa, bu hədəflərə də çatmağa millətimizin, xalqımızın gücü var, iradəsi var və biz bu hədəflərə çatacağıq. Bu 26 ildə Elçi bəy hər zaman bizlə olub dedim. Və bu doğrudan da belədir. Hər zaman çətin gündə də, yaxşı gündə də, sevinəndə də, narahat olanda da biz Elçi bəyə xatırlayırıq. Elçi bəy belə vəziyyətdə nə edirdi və nə edərdi, nə deyirdi və nə deyərdi. Bunu xatırlamağa, anlamağa çalışırıq. Onun müəyyənləşdirdiyi düstur əsasında hərəkət etməyə çalışırıq. Çünki Elçi bəy təkcə siyasət adamı deyildi. Elçi bəy böyük mənəviyyat adamı idi, böyük əxlaq sahibi idi. Və biz də bu yol gedən qüvvələr bu yol gedərkən, bu hədəflər uğrunda mübarizə apararkən bu dəyərlərə də sadiq qalmağa çalışırıq. İstər istiqlal, demokrasi dəyərləri olsun, istərsə də ədalətli olmaq, haqlı olmaq, insanlara bərabər yanaşmaq, hamının maraqlarını nəzərə almaq. Bu Rəsulzadə Elçi bəy məktəbidir, onların yoludur və biz bu yolla getməyə davam edəcəyik. Elçi bəy yaşadan təkcə bizlər, xalqımız, onu sevən insanlar deyil. Elçi bəy yaşadan həm də onun düşmənləridir. Daima Elçi bəyə qarşı onun qəbul etdiyi hədəflərə, onun müəyyənləşdirdiyi istiqamətlərə doğru mübarizə aparan az da olsa insanlar var. Bunların əksəriyyəti kənar təsirlərlə hərəkət edənlərdir. Rusiyanın təsiri burada açıq-aydın hiss olunur. İran rejiminin təsiri açıq-aydın burada hiss olunur. Daxildə bütün bu fəaliyyətə baxmayaraq, təbliğata baxmayaraq, Rəsulzadənin, Elçi bəyin nüfuzunun getdikcə daha da artdığını dərk edən hakimiyyət siyasi dairələrindəki narahatlıqdan qaynaqlanan hücumlar var. Bu hücumlar özü Elçi bəyin təkcə bir simvol, təkcə bir rəmz deyil, həm də Azərbaycandakı ictimai siyasi prosesin bir tərkib hissəsi olduğu, aparıcı bir gücü olduğu özünü təsdiq edir. Elçi bəyə atılan daşlara, ona qarşı irəli sürülən ittihamlara isə onun silahdaşları da cavab verirlər, bizlər cavab veririk, xalqımız cavab verir, ziyalılarımız cavab verir. Bütövlükdə xalq cavab verir, ancaq bir cavabda Əbülfəz Elçi bəyin öz yaradıcılığıdır. Əbülfəz bəyin kitablarını oxuduqca, onun müsahibələrinə diqqət yetirdikcə, onun çıxışlarına qulaq asdıqca biz bir daha əmin oluruq ki, ortaya çıxan sualların əksəriyyətinin cavabını Əbülfəz bəy veribdir. Və ona ünvanlanan yersiz ittihamların, hücumların, bəzən də mürəkkəb məsələlərlə bağlı sualların da cavabların hamısını Əbülfəz Elçi bəy veribdir. Yetər ki, onun kitablarına diqqət edək, onun yazdıqlarını oxuyaq, onun müsahibələrini, çıxışlarını bir daha dinləyək. Həm o hücumlara cavabları biz orada görəcəyik, həm də mənim haqqında danışdığım hədəflər, millətimizin fəaliyyət istiqamətləri, inkişaf istiqamətləri barədə çox önəmli gerçəkləri o kitablardan, o çıxışlardan görə bilərik. Biz müsavatçılar
Məhəmməd Əmin Rəsulzadəni və Əbülfəz Elçibəyi lider kimi qəbul edirik. Hesab edirik ki, xalqımızı uğura aparacaq, qələbəyə aparacaq yol Rəsulzadə Elçibəy yoludur və hesab edirik ki, Rəsulzadə Elçibəy yolu eyni zamanda müsavatçılıq yoludur, müsavatçılıq deməkdir. Ona görə də biz bu yolu davam elətdirəcəyik və əminik ki, millətimizin, xalqımızın bütün uğurları da, qələbələri də məhz bu yoldadır və əvvəl-axır bütün sahələrdə də bu böyük şəxsiyyətlərin dedikləri qəbul olunacaq, o istiqamətdə addımlar atılacaq. O zaman biz həqiqətən rahat şəkildə deyə biləcəyik ki, Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin dediyi kimi Azərbaycan müstəqil, azad bir dövlətdir. Azərbaycan xalqı firavan, müstəqil, azad, ləyaqətli bir həyat sürür. Deyə biləcəyik ki, bütün Azərbaycan istiqamətində bu addımlar atılıbdır. Deyə biləcəyik ki, Türk birliyi müasir tarixin bir gerçəyinə çevrilibdir. Mən inanıram ki, o günlər uzaqda deyil. Yetər ki, səbirlə, fədakarlıqla mübarizəmizi, fəaliyyətimizi davam etdirək. Bu yolun bizi qələbəyə çatdıracağına mən tam şəkildə inanıram. Tanrı Əbülfəz bəyin ruhunu şad etsin, Tanrı Azərbaycanımızı qorusun.